Salam, hər vaxtınız xeyir olsun. Bu gün sizinlə birlikdə 2-ci sinif təsvir sənət fənni KSG 6 variant A və B suallarını birlikdə işləyək. Əvvəlcə birinci sualdan başlayaq. Dekorativ tətbiqi sənət növü hansı variantda verilib? Zərgərlik, qrafika və memarlıq. Qrafika və memarlıq təsvir sənətin bir növüdür. Zərgərlik isə dekorativ tətbiqi incəsənətinin bir növüdür. Cavab A variantı. Şəkildəki əşya hansı muzeydə saxlanılır? Luvr, Ermitaj və Topqapı. Polad dəbilqə Topqapıda saxlanılır. Cavab C variantı. Üçüncü sual. Fransada Parisin mərkəzində yerləşən muzey hansıdır? Ermitaj, Luvr və Topqapı. Fransada Parisin mərkəzində yerləşən Luvr muzeyidir. Cavab B variantı. Dördüncü sual. Hansı variantda Xalidə Səfərovanın əsəri qeyd olunub? Lalələr Mahmud Tağıyevin əsəridir. Süsənlər isə Xalidə Səfərovanın. Cavab B variantı. Su gözəlləri isə Əliyev Səfərov. 5-ci sual. Hansı variantda Mahmud Tağıyevin əsəri qeyd olunub? Süsənlər dedik ki, Xalidə Səfərovanın əsəridir. Lalələr Mahmud Tağıyev, Axşam isə Maral Rəhmanzadə. Cavab B variantı. 6-cı sual. Cırtdan nağılını illüstrasiya çəkən rəssam kim olmuşdur? Rasim Babayev, Tağı Tağıyev, Maral Rəhmanzadə. Cırtdan nağılını illüstrasiya çəkmiş rəssam Rasim Babayev. 7-ci sual. Nağıl kitablarına çəkilən şəkillər nə adlanır? İllüstrasiya, aplikasiya, yapma. Yapma dedik ki, gil və plastilindən yaradılan fəaliyyət növüdür. Aplikasiya isə kağız parça üzərinə yapışdırılması və tikilməsi üsuludur. İllüstrasiya isə nağıl kitablarına çəkilən şəkillər adlanır. Cavab A variantı. Həmin bu illüstrasiyanı çəkən rəssama nə deyilir? İllüstrator. 8-ci sual. Hansı muzey ən qədim saraylardan biri olmuşdur? Nöqtələrin yerinə uyğun gələn variantı yazın. Luvr, Topqapı, Ermitaj. Topqapı Saray Muzeyi ən qədim saraylardan biri olmuşdur və harda yerləşirdi? Türkiyənin İstanbul şəhərində. 9-cu sual. Bürünc dolça hansı muzeydə saxlanılır? Luvr, Topqapı və Ermitaj. Bürünc dolça Luvr muzeyində saxlanılır. Cavab A variantı. 10-cu sual. Bürünc qab hansı muzeydə saxlanılır? Topqapı, Luvr, Ermitajda. Bürünc qab Ermitaj muzeyində saxlanılır. Cavab C variantı. 11-ci sual. Şəkildə verilən rəsm hansı nağıl kitabına aiddir? Yaralı div, Cırtdan və Simurq. Şəkildə verilən əsər Cırtdan nağılıdır. Və Cırtdan nağılını illüstrasiya çəkən rəssam kim olmuşdur? Rasim Babayev. 12-ci sual. Zinət əşyalarını hazırlayan rəssama nə deyilir? Misgər, duluzçu və zərgər. Zinət əşyalarını hazırlayan rəssama zərgər deyilirdi. Cavab C variantı. 13-cü sual. Türkiyənin İstanbul şəhərində yerləşən muzey hansıdır? Topqapı, Süleymaniyə və Luvr. Türkiyənin İstanbul şəhərində yerləşən muzey Topqapı. Cavab A variantı. Luvr muzeyi harda yerləşirdi? Fransada, Parisin mərkəzində. 14-cü sual. Hansı nəqliyyat vasitələrini tanıyırsan? Həyatımızda istifadə etdiyimiz nəqliyyat vasitələri çoxdur. Məsələn, gəmi, metro, maşın, təyyarə və s. 15-ci sual. Zərgərlik nədir? Zərgərlik dekorativ tətbiqi sənətin bir növüdür. İstifadə etdiyimiz əşyalar, zinət əşyalarının hamısı zərgərlik növünə aiddir. 16-cı sual. Bildiyin bir nəqliyyat vasitəsinin rəsmini çək. Məsələn, maşın rəsmi, gəmi, metro və s. A variantı bu qədər. İndi isə B variantına keçək. B variantı 1-ci sual. Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yerləşən muzey hansıdır? Luvr, Ermitaj, Topqapı. Deməli, Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində yerləşən muzey hansıdır? Ermitaj. Cavab B variantı. 2-ci sual. Şəkildə verilən əşya hansı muzeyə aiddir? Luvr, Topqapı, Ermitaj. Cavab Ermitaj C variantı. Tunç Şamdan. 3-cü sual. Kəmər fraqmenti hansı muzeydə saxlanılır? Topqapı, Luvr, Ermitaj. Kəmər fraqmenti, Polad dəbilqə, bunların hamısı Topqapıda saxlanılır. Cavab A variantı. 4-cü sual. Luvr muzeyi harada yerləşir? Fransa, Rusiya, Türkiyə. Luvr muzeyi Fransada yerləşir. Cavab A variantı. 5-ci sual. Süsənlər əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Elmira Şaxtantinskaya, Xalidə Səfərova. Süsənlər əsəri Xalidə Səfərovanın əsəridir. Cavab C variantı. 6-cı sual. Lalələr əsəri hansı rəssama aiddir?
Mahmud Tağıyev, Xalidə Səfərova, Sakit Məmmədov. Lalələr əsəri Mahmud Tağıyevin əsəridir. Cavab A variantı. 7-ci sual. Rasim Babayev hansı nağılı illüstrasiya çəkmişdir? Div, Cırtdan, Simurq. Rasim Babayev Cırtdan nağılını illüstrasiya çəkmişdir. Cavab B variantı. 8-ci sual. Gənc oğlan əsəri hansı rəssama aiddir? Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mirzə Qədim İrəvani. Gənc oğlan əsəri Mirzə Qədim İrəvaninin əsəridir. Cavab C variantı. 9-cu sual. Hansı muzey əvvəl qala, sonra isə Kral Sarayı olmuşdur? Louvre, Topkapı və Ermitaj. Əvvəl qala, sonra isə Kral Sarayı olan muzey Louvre muzeyidir. Cavab A variantı. 10-cu sual. Şəkildə verilən qab hansı muzeydə saxlanılır? Şəkildə verilən qabın adı nədir? Bürünc dolça. Hansı muzeydə saxlanılır? Louvre'da. A variantı. 11-ci sual. Hansı muzeyin təmtəraqlı salonlarında bal gecələri keçirilərdi? Louvre, Topkapı və Ermitaj. Cavab C variantı Ermitaj. 12-ci sual. Əvvəlki müşahidələr əsasında çəkilmiş təsvirlər nə adlanır? Təsəvvür əsasında rəsm, naturadan rəsm, mənzərə. Mənzərə bilir ki, təbiət rəsmidir. Naturadan rəsm qarşımızda olan cansız varlıqların təsviridir. Təsəvvür əsasında rəsm isə əvvəlki müşahidələr əsasında çəkilmiş təsvirlər. Cavab A variantı. 13-cü sual. Su Gözəlləri əsəri hansı rəssama aiddir? Əli Səfərov, Asəf Cəfərov, Maral Rəhmanzadə. Cavab A variantı. Əli Səfərov. Su Gözəlləri əsərinin müəllifi Əli Səfərov. 14-cü sual. Hansı muzeyləri tanıyırsan? Gəlin sayaq. Louvre muzeyi, Topkapı Sarayı muzeyi, Ermitaj muzeyi, Viktoriya və Albert muzeyi və sairə. 15-ci sual. Muzeylərdə hansı əşyalar saxlanılır? Daha çox xalça nümunələri, mis qablar, mis dolça, məşhur rəssamların yaratdığı əsərlər, tablolar saxlanılır. 16-cı sual. Bildiyin bir nəqliyyat vasitəsinin rəsmini çək. Məsələn, avtobus, gəmi, maşın və s. B variantı isə bu qədər. Digər videolardan xəbərdar olmaq üçün abunə olmağı unutmayın.